Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər bir kəsin keyfi əhval yerindədir. Belə Temudan hava nəmləndiricisi almışdım. Bizdə biraz quruluq olur. Otaq temperaturu quru olur. Ona görə nəmləndirici almışdım və onun içərisinə tökməyə, suyun içərisinə tökmək üçün belə yağlar, aroma yağları almışdım. Çox bəyəndim. Çox gözəl qoxusu gəlir. Ayrı-ayrılıqda hər birinin çox gözəl qoxusu var. İstəsəz kodlarını da yerləşdirmişəm. Siz də keçid edib ala bilərsiniz. Mənim linkimdən keçid eləsəz 150 manatlıq endirim kuponları əldə edəcəksiniz. 30% endirim qazanmaq üçün də endirim kodundan istifadə eləməyi unutmayın. Hər birini qeyd eləmişəm. Novruz bayramınız da mübarək olsun. Neçə belə bayramlara çıxaq. Burada təmizliyi başlamışam. Artıq bütün pərdələrimi yudum. Hamısını çox böyük olduğuna görə hamısını bir ayrı-ayrılıqda çıxardıb yumuşam. Ümumilikdə zalda 6 ədəd pərdədir. 3 ədəd astarı, 3 ədəd də üzü. Burada da Ajdanın dekorlarını artıq yığışdırdım, təmizlik edirdim deyə onları da çıxartdım evdən. Pəncərələrimi də sildim. Artıq bizim həyətimizdə təmir işləri gedir, davam eləyir hələ də. Divarlarımız da həyətin divarları hündür olduğuna görə artıq pəncərələrimi də rahatlıqla silə bilirəm. Bəzi pəncərələri silmişəm, bəziləri qalıb, amma yenə də dünənləri axşam yağış yağdığına görə sildiklərim də batdılar. Eybi yox, havalar tam düzəlsin və yağışlar falan biraz sakitləşsin. Sonra yenə digər pəncərələrimi də siləcəm, onları da çəkərəm sizin üçün. Burada da pərdəmi göstərirəm sizə. Bu pərdənin üzərində krem rəngdə detallar var. Ona görə sizə ağ görsənməyə bilər, amma digərlərinə baxan zaman gördüm ki, həqiqətən pərdələrim çox bərbad vəziyyətdəymiş. Birini yumuşdum, astım. Gördüm ki, digərindən arasında fərqlər var. Yəni gözə görsənməsə də həqiqətən çox tozlanmışdılar. Və belə toz-soranla da pərdənin arxasında qalan yerləri, bəzilərində bir-iki dənə hörümçək torbu falan var idi. Onları da süpürdüm. Həqiqətən də bayram gələn zaman insana belə gözəl motivasiya gəlir. İnsan elə evi yığıb yığışdırmaq istəyir, amma bir tərəfdən də bayram hazırlıqları, şəkərbura, paxlava falan bişirmək onlar da lazımdır. Elə onları da Ceyranla bir yerdə bişirdik. Həm onun sifarişləri var idi, həm də mənə kömək elədi. Düz çətin işdi. Bir yerdə elədik. Hamısını bir yerdə. Həm öz evi üçün bişirdik, həm sifarişlərini hazırladıq. Həm də mənə şəkərbura paxlava bişirməkdə köməklikdə elədi. Həqiqətən tək olsaydım bu işin öhdəsindən gələ bilməzdim. Çox əziyyətli bir işdir. Allah hər kəsin köməyi olsun. Sizlər necə qızlar, necə bişirmisiniz, kimlərlə bişirmisiniz? Bizdə əvvəllər qaynanam öz bacıları ilə bişirərdilər. Mən də çox az olub, yəni 3-4 il ərzində biz də bir yerdə bişirmişik. Həmişə yığılardıq, bir yerdə bişirərdik. Allah rəhmət eləsin qaynanama da.
Artıq növbəti bir gündür. Çox gözəl çiçəklər açıb həyətimizdəki ağacda. Burada isə həmin günü paxlava və badambura hazırlığı gedir. Badamburanı Ceyran öz evi içində bişirmişdi. Elə bizə də verdi sağ olsun. Amma paxlava ilə şəkərburanı hər il mütləq bişiririk. Badambura əslində mənə o qədər də dadlı gəlmir. Yəni sevmirəm. Ona görə də biz bişirmirik badamburanı. Amma şəkərburanı və paxlavanı hər il bişiririk. Paxlavanı əsasən yoldaşım sevir. Amma mən şəkərbura sevirəm. Həm də içərisində fındıqları biraz iri olanda sevirəm. Çoxları deyir ki, bu əslində düzgün deyil. İçərisində fındıqlar gərək seçilməsin. Amma mən o tərzdə sevmirəm, biraz iri xoşlayıram. Bəs sizlər necə? Sizlər hansını sevirsiniz? Badambura, paxlava ya da şəkərbura daha çox hansını xoşlayırsınız? Yorumlarda yazın. Mənə də maraqlıdır. Və burada da badamburalardır. Bir hazırlayırıq. Bir yerdə Ceyrangindən. Orada da Ceyranın gəlini və bacısı da ilə bizə kömək edirdilər. Bir yerdə hamımız hazırlayırdıq. Burada da Ceyran badamburanın içərisini doldurur. Onu da istədim sizlər üçün çəkim. Və artıq şəkərburamız da, paxlavamız da bişdi. Çox gözəl alındılar hamısı. Bərəkətli olsunlar. Sizlər nə bişirmisinizsə, noşucanlıqla yeyəsiz, ağız dadıyla yeyəsiz hamısını. Süfrəmizdə bəzəyirəm. Həmin bu günə evdə olduğumuz gün çərşənbə günü idi. Mama da bizdə iftarda idi. Ona görə aş və fincan bişirdim. Burada isə süfrəni bəzəyirəm. Biraz Novruz abı havası yaratmaq istədim. Bu xonça kimi dekorum yumurtalarla falan keçən ildən qalıb. Belə keçən il hazırlamışdım. Saxlamışdım ki, hər il istifadə edeyim. Yastıqlarımız da bildiyiniz kimi Temudandır. Temudan belə sifariş eləyib almışdım. Yenə də bir daha hər birinizin bayramınızı təbrik edirəm mənim əzizlərim, əziz izləyicilərim. İnşallah hər kəs öz evində rahatlıqla süfrələrində oturub yeməklərini yeyə bilsinlər. Ağız dadıyla yeməklərini yesinlər. Canınız sağlam olsun. Dərdiniz də belə bu otda yansın. Bu günü isə artıq bayram günü idi. Qaynatamgildəydik. Orada da kiçik bir süfrə qurduq. İnşallah ailəmə ona arzulayıram ki, gələn il qaynlarım evlənsin və yeni gəlinlərimizlə, eltilərimizlə bir yerdə oturaq süfrə arxasına. Hər bir kəsə can sağlığı arzu edirəm. Əsas can sağlığıdır. Hər bir şey yerinə gələr, hər bir şey düzələr, amma
əsas olan can sağlığıdır. Və vloqumuzun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Abunə olmağı da, videonu da bəyənməyi unutmayın. Hələlik.